5-ci sinif ingilis dili, 5-ci mətn. There are a lot of different jobs. Çoxlu müxtəlif işlər var. My friend Susan wants to be a teacher. Mənim dostum Susan müəllim olmaq istəyir. She wants to teach children to read and write. O uşaqlara oxumağı və yazmağı öyrətmək istəyir. My classmate Fred wants to be a tailor to make suits and trousers. Mənim sinif yoldaşım Fred dərzi olmaq istəyir ki, kostyumlar və şalvarlar tiksin. His sister Helen wants to be a babysitter to look after kids. Onun bacısı Helen dayı olmaq istəyir ki, uşaqlara baxsın. My uncle Tom is an engineer. Mənim əmim Tom mühəndisdir. His daughter Anne wants to be an engineer too. Onun qızı Anne həmçinin mühəndis olmaq istəyir. My cousin David lives in the country. Mənim əmioğlum David kənddə yaşayır. He wants to be a farmer and look after animals. O fermer olmaq istəyir ki, heyvanlara baxsın. My sister Margaret wants to be a doctor. Mənim bacım Margaret həkim olmaq istəyir. My mother is a doctor, my father is a doctor, and Margaret wants to become a doctor too. Mənim anam həkimdir, mənim atam da həkimdir və Margaret də həmçinin həkim olmaq istəyir. I also want to be a doctor. Mən də həkim olmaq istəyirəm. Və burada çalışmalar var. Birinci çalışma, choose the correct title. Düzgün başlığı seçin. Mətn üçün in the country, how to make trousers, what job to choose, my friend Susan. İkinci çalışma, what is a teacher's job? Müəllimin işi nədir? Building houses, making clothes, making bread, teaching children. Çalışmaların cavablarını şərhlərdə kommentlərə yazarsınız. Videonu bəyənib kanala abunə olmağı unutmayın.